Gecə saatlarından etibarən Kəlbəcərdə qarlı hava şəraiti hökm sürür. Doğru Xəbər Azərbaycan xəbər verir ki, yeni ilə sayılı günlər qalmış nağla bənzəyən Kəlbəcər heç də Avropa şəhərlərindən geri qalmır. Görüntülərə baxanda bir anlıq Edinburqda olduğunuzu düşünə bilərsiniz. Amma bura Edinburq deyil, işğaldan azad olunmuş doğma Kəlbəcərimizdir. Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Açıqlamaya görə ölkə ərazisində arabir yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir. Dağətəyi və dağlıq rayonlara isə qar yağır. Yağan qarın hündürlüyü Zaqatalada 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda 5, Göygöldə 4, Xaltan, Qax, Qobustanda 3, Şəki, Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda isə 1 sm-dir. Düşən yağıntının miqdarı Astarada 24 mm, Lənkəranda 20, Balakəndə 7, Bakıda və Abşeronda 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmiz, Şabran, Lerik, Şamaxıda isə 1 mm-dir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeronda 25, Şahdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda saniyədə 15 metrə çatır. Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax, Balakən, Şəki, Yevlax, Zərdan, Bimişli, Sabirabad, Lerikdə qatı duman müşahidə olunur ki, bu da görünüş məsafəsini 200 metrə qədər məhdudlaşdırır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyə qədər isti, Naxçıvanda 9, dağlıq rayonlarda isə 10 dərəcəyə qədər şaxta qeydə alınıb.